Hə, birinci nə nədir? Birinci Sadiqdən başlayırıq dostlar. Görək Sadiq kimlə oynayır? Elginlə oynayır. Rəqibin zəifdir. Yəni reyting baxımından da reyting fərqi baxımından. Hə. Əla. At F6 çıxmalıydı. Heç nə olmaz. Neçə o? Bu da pis deyil. Bəli. Qədir, buyur Qədir. Nə lazım? Bildim Qədirəm. Mesajını oxudum Qədir. Nə olmaq istəyir abi? Tural Usta mən olsaydım amma fillə o piyadanı vurardım. Nətə qorxa oynayır. Aha. Oxumuşam Qədir, yazını oxumuşam Qədirəm. Yazını oxumuşam. Oxumuşam, yazını oxumuşam, narahat olma. Rəvan qoşulmadın sən? Hə, burada səhv elədi də. Çox oynayırsan. Eş. Piyadan verərdin lan qabaq. Bunu ne verdi qabağa?
Yox, ağlar uduzdu bu oyun. Vay 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 vay. Ağlar uduzdu. Fil F6 oynamaq olar da. Ay hanı ay Salahov qadanam, hanı sən təbrik eləmədin qadanam, hanı sən təbrikin qadanam. Ay ceyişisən ey Salahov, ceyişisən qadanam, ceyişmə qadanam. Sırazı təbrik elə, çata yazan kimi təbrik elə qadanam. Gözün oyunda olsun da elə bil, ceyişisən bax, 1-2 dəqiqə ceyişsən, xoşa gələn şeylər deyil. Olmaz belə qadanam, ceyişmə. Həvəsdən düşür bənadır. Aha, baya piyadanı da verdi ki bu. Bu ne belə oynadı Piyadanı ne vurmadı bu? Piyadan vurmalıydı onu. Mat var ya burada. Klase topu vursa vəzirlə vursa, vəzir düşür də. Topu vursa gözəldir. Qaralar Rostodovdu piyada şotunu. Baxaram. Nə məsələdir ki, Abdullayev? Nəsə olur? Vay, nə qədər piyadası var ya. Nə qədər piyadası var ya. Çoxdur, həddindən artıq çoxdur. Onu vurmalıdır, vurmasa piyada gedir. Hə. Birazdan gedişi qalmayacaq ağların. Deyən görə. Birazdan gedişi qalmayacaq. Hə, gediş yoxdur. Vay. Qutarlı. Bəli. Təbriklər Sadiq, təbriklər. Çox güclü rəqib utdun. Halaldır, çox güclü rəqib idi. Sadiq. Bəli. Evcü məncə resign verməlidir, artıq o getdi. Məncə artıq resign vermək lazımdır.
Olar, bəli. Ən yaxşısı bu. Gəldik Akifə. Bəli. Bu ən yaxşı gediş buydu elə. Normal gediş buydu. Şah oynamalıdır, bir dənə yeganə gediş odur. Topu cütləmək olardı da, Akif, niyə tələsdin ki? Yəni, topu cütləmək də olar idi. Topu cütləyib də oynaya bilərdin, prosto nəsə piyadanı verdin. Mən olsaydım topu cütləyərdim, orada nəsə elə bir səhv oynadın. Bu da səhv gedişdir. Bəli. Fili vurmaq olar amma. Bir piyadada burada udusan, çuqçuvanga düşür rəqib. Vurursan, rəqib çuqçuvanga düşür, piyadaları götürürsən tez-tez. Məncə vurmaq daha yaxşıdır. O fili vurmaq lazımdır. Yox. Xoşuma gəlmədi. Fili vurmaq olardı amma. Məsələn, o piyadanı götürmək olar indi. Bu da bunu götürür, o da fillə götürür. Yox, alınmır belə. Yox. Məncə fili vurmalıydı. Məncə vurmalısan onu, vurmazsan əmələ gəlmir. İndi rəqib gediş eləməlidir, düzdürmü? Qabağa oynayacaq şahı, tutaq ki, sən də oynayarsan F6. İndi bunu vurdun, tutaq ki. İndi F6 oynayarsan, rəqibin gedişi yoxdur. Rəqib geri oynayacaq, heç oldu bu oyun deyəsən. Aha, səhv oynadı. Bu gediş səhv gediş idi. Geri qaçmalıydı, səhv oynadı. Vay, nətər səhv oynadı. Səhv oynadı. İndi şahı oynamalısan. Bu da olar. Səhv oynadı. Şahı geri oynamalıydı. Bir xana geri oynamalıydı. Başqa yerə oynadı. Şahı oynamalıydı, şahı. Çox cobud səhv elədi. Aha, yəni piyadanı bir dənə geri oynasaydı, piyadanı götürsəydi olardı amma. Aha. Deyən ki, mat eləmək olar əslində. İkinci vəzirə çıxmaq istəyir. Əla. Bunlar nə alırlar? Görək Emil nə alır? Qaralar. Fili qoymalıdır qabağına, piyadanı basmalıdır qabağa. Bu yaxşı gedişdə idi. Səhv oynadı.
Səhv oynadı Emil. Səhv oynadın Emil. Səhv oynadın qardaş. Vay. Səhv oynadın qardaş. Səhv oynadın Emil. Şah olandan yalandan nəyə getsən? Şah orada qutardı. Dənliyə getdi. Səhv oynadı. Və görürsünüz, şahı oradan çəkməməli idi. Fillə oynamalı idi. Bu oyun heç idi. Bu oyun heç olacaqdı. Səhv oynadı. Heç vəziyyətini uduzdu. Ümumiyyətlə elə bir şey olanda, fillər tərs qalanda təkcə fili oynamalısan, şahı oynamalı deyilsən. Şahı müəyyən yerə qoymalısan, ondan sonra artıq fili oynamalısan. Çünki şah mövqeyi tutur. Sən şahı tərpətdikcə onun şahı yaxınlaşacaqdır sənin zəif nöqtənə. Ona görə uduzdu. Fillə şah, vəzirlə mat. Bəli. Heç nə. Birinci yerdə yenə ilk qələbələri qazanmışıq. Görək tarixi nə olacaq. Başqa kimlər oynayır? Rafael kimlər oynayır? Vahid. Bu nədir? Bu uduzufdur bu. Gəl Miftin heçəsi olur. Cavad. İkinci tur başladı. Bu görə Mirə Rəhbərin oyununa baxaq da. Orxan, gərək artır. Prosto təzə oynayanlar artırmasız oynaya bilmir. Təzə qoşulanlar çox olur, oynaya bilmirlər, bacarmırlar, çatdıra bilmirlər, bildin nətər? Təntillər. Ona görə 5+3 qoymuşam, bu yaxşı gediş deyil. Rüfət kişidən. Yaxşı. Həmişəki kimi xəyalcı işdi. İkinci turdu. Qulaq, bunu vəzirlə vurursan, burada taktika var. Atı çıxır, piyadanın qabağı verirsən, piyada ilə vurur, fillə şah verib vəzirini götürürsən. Amma o da şah verib sənin vəzirini götürür də, belə bir şey var. Bildin nətər? At F6 çıxır. Bu yaxşı gediş deyil. Piyadanın qabağı versən nə olur? Bu yaxşı gediş deyil. Bu yaxşı gediş deyil. Yaxşı tutaq ki, piyadanın qabağa verdi. O da vurdu. Tutaq ki, bu da atla vurdu, düzdürmü? Sonra nə olacaq orada?
Yaxşı, tutaq ki, burada atla vurdu. İndi fillə şah var. Oo, mat olur ki. Vay 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 vay. Vay, fili vursa. Yox, deyən gör, deyən. Fili vurmalıdır da o. Deyən gör, nə var orada? Fili vurmalıdır bu, fili vurulmalıdır. Vurmasa çünki figur itirir. O fil vurulmalıdır. İndi qala qurmaq lazım. Qala vurmaq lazımdır. Piyada ilə vursa mat olmur ki, yox, at var orada. Salam Lancelot, salam. 7 turdur, 7 tur hələ. Burada qala mütləq qurulmalıdır. Qala qurulmasa oyun alınmır. Qala mütləq qurulmalıdır. Qala qurulmalıdır ki, at bağlamadan çıxsın. Vay. Qəşəng gedişlər var ya burada. Ələkbər yaxşı gəlib. O görə indi dalını gətirə biləcəyim. Üstünlük bu dəqiqə ələkbərdədir. Vurmaq lazımdır, onu vurmaq lazımdır. Məncə. Onu vurmalıdır. İndi eşitsənmi? Toplan şahmat. Toplan şah fili qoyur qabağına. Oya fili qoyur qabağına J7 düşür. Yox, qoymadı fili. Deyən görək nə etmək olar. Vay, nə interesli vəziyyət. Vay. Tez toplarla əlaqəni bağlamaq lazımdır. Çox qəşəng gəlib ha. Baxacam Rəşidlə. Baxacam qadınam. Baxacam görüm nəyə nətər eləyir o. Baxacam, narahat olma. Demək qala qura bilmir də şey. Nədir o? Şah verməlidir. Vursa şah, topla vuruş şah verməlidir. Topla vuruş şahla versə topla atı vuruş şah verməlidir. Fillə vursa J7 düşür. Amma yox, şah versə deyən görmək, o vuranmır. Əvvəlcə fili çıxmalıdır sonra. Çünki mat olmur. Yox, at var orada, mat olmur. Yox, mat olmur. Görək. Fili çıxmaq lazımdır. Vəziri çəkmək lazımdır burada. Vəziri çəkəndən sonra nəsə eləmək olar. Qaralar üçün bu dəqiqə vəziyyət çox pisdir. Olar. Amma lazımsız gediş idi. Çünki vəzir orada tupikə saldı da, bildin nədir? Vəzir düşdü. Oya vəzir dəyişdim vəziri. Gərək vəziri dəyişməzdin. Vay. Gərək vəziri dəyişməzdin. Onu da səhv oynadım. Bax, hücumda gəlir.
Deməli vəzir dəyişir. Vəzir dəyişəndə burada rəqib rahatlayır. Burada vəzir dəyişməməli idi. Burada vəzir ilə yer oynamalı idi ki, yenə hücumda qalsın. Səhv oynadı onu. Bayaqki vəziyyətdə hücumda idi. Gərək hücumu qiymətləndirərdi. Gərək o hücumu qiymətləndirərdi. Hücumu qiymətləndirənmədi. Bilmirəm ha, qoşulub qoşulmadığını Xədicə. Ona nə gəldi ki, bu fil C7 oynamaq istəyir. Fil çıxmalıdır burada. Fil çıxmalıdır. Davud Metehan Ağlarda üstünlük var ha, bir piyada. Figurlar dəyişsə udmuş olar ağlar. Prosto figurları dəyişmək lazımdır burada. Atı qaçırtdı hə. Piyada ilə hücum eləməlidir ata. Qoy görək onu eləyəcəm. Piyada ilə ata hücum elə. At gedir orada A6-ya. İndi onu vuranmır. Mat var burada. Bir dənə deşik açmalıdır. İndi burada Hələ. Şah verə bilir də indi. Deyən topu çəkməlidir burada. Topu çəkməlidir də, top vurulur. Deyən görüm. Top əydə ora oynadı. Topu xəttdən çəkməməli idi. Ey sənin. Şahın məncə heç bir yeri yoxdur. Şah yersiz şahdır. Şah yersiz şah idi.
Şahı gəlməlidir də artıq ağlar. Vaxtı azdır, vaxtı çatdırmıyor. O səhv gedişi idi. Piyadanın qabağı verib iki figürdən birinə hücum eləyirdi. Səhv elədi. Nə var da? Durduq yerdə elədiyi gedişə baxıb. Piyadanın qabağı versək iki figürdən birinə hücum eləyirdi. Atla şahının vəziyyətdən çıxa bilirdi, yoxsa yox? Yox, çıxa bilmirdi, yox. Bu səhv gedişdir. Bu da səhv gedişdir. Bu da səhv gedişdir. Durdu, vaxt az olanda başladı səhvlər eləməyə. Durdu, başladı, vaxt az olanda başladı. Bunu indi piyadanı götürüb şah verə bilir də, eləmi? Bəli. Baba. Babaya. Vay. Səhv elədi, mat oldu. Vay. Deyən görə vurursa, vursa düzür. Vurmamalıdır. Deyirəm da, səhv elədi. Bu kadar basit, Ayxan. Vay. Atda getdik. Vay. Ternadone nədir ki? Ternadone deyil, qədəm. Terlaninyodur. Nə olub ki, hakim? Analiz eləyirəm, bizi də gözlə. Terminator. Baxıram, mən birinci oyundan şübhələnmişdim. İndi yenə də baxacaq, tələsmə. Bəli, şübhəli. Bunu göndərək də. Kim idi o? Terlaninyo kim idi dostlar? Bir deyin görə ya. Çatdakılardan kim idi? O Terlaninyo nikindən olan kimdir? Abdullayev sənsən, hə? Mən udumsan, sən izləyicini udursan. Hilə nə istifadə edirsən? Mən udumsan, dostum, izləyicini udursan. Elə bilsən mən udursan, ha? Bayaqdan elə bilsən mən udursan. Abdullayev, adın nədir sənin? Ay Abdullayev. Bu elə bilir bayaqdan mən udur, sevinir. Bildim, adın nədir sənin? Tərlandır. Heç nə, ud. Nə deyirəm ki, oyna. Aha, Sinanə ilə Sadiq. Ud qadın, mən də səni udacağım, tələsmə. Ud, mən də səni udacağım, tələsmə qadın. Oyna. Eyb yox, oyna qadın, oyna. Oyna, rahat oyna. Ud, nə olasın ki? Yaxşı eləyirsən, ud. Gecdir indi account. Daha 4-cü turda hara qoşulursan? Vəzir qambit oynayır və gözəl. Bu səhv gedişi idi, bax. Piyada getdi mərkəzdəki. O vəzirə hücum eləyib, amma vəzirlə piyadanı vura bilir də, eləmi? Vəzirlə piyadanı vuranda amma atla şah verib top gedir.
Tural Ustanın yəqin işi var. Edo. Yəqin işi var ona görə. Sadiq indi gücünü görsət görək qadınqam. Gücün nədən ibarətdir sənin gücün? Görsət o gücünü görsət görək sənin gücün nədən ibarətdir? Bəli. Yaman danışırsan boş vaxt olanda. 1000 reytinglərə gücünü görsətmə. Görsətəndə belə reytinglərə görsət gücün. Qadan al. Bəyənilən gediş deyil bu. Fili vurandan sonra basacaq piyadanın qabağa. Və yaxşı gediş deyil ha. Elə bəyənilən gediş deyil. Atı vurandan sonra piyadanı da vurmaq olar. Bu səhv gedişdir. Yaxşı oynamadım. Xoşuma gəlmədi. Sadiq. O piyada gedişi yaxşı gediş deyildi. Və şah cənahın açıldı ki. Piyadanı da basacaq qabağa, laf vura da bilərdi, vurmaya da bilərdi. Görək nə olur. Fil F3 oynamaq olar indi. Bəli. Salaxov hazır. Startdadır da. Salaxov elə bir nişan alır. Bir dənə bir komanda verən kimi atəş açır. Salaxov startdadır da qaqış. Mesajı yazır elə bil Camal. Mesajı yazır, göndər knopkasını basmır da. Bir dənə şey eləyən kimi göndər knopkasını basır. Amma mesaj şablon şəkildə hazırdır. Şablon şəkildə mesaj hazırdır da. Yəni istənilən halda mesajı göndərə bilər. Eləmi? Bəyə uddun eləmi? Uf, piyada verdi ki. Bəli. Topu verdin axı. O da onun topunu götürəcək də işte. Top getdi. Gözəl şəkildə. Vay, nə vardın? Ay, bu nə var? Ay, bu nə belə oynayır qardaş? Nə belə oynayırsan? Ay, sadiq qadınam. Dəli sən nə? Sən atını verdin qardaş. Hə, sən hesabında yenə çaşdın ha, sadiq qadınam. Yəni artıq tamahlıq eləmək istədin qadınam. O da alınmadı. Görmüsən rəqib piyada ilə vurub vəziyyətdən çıxır. Nə belə eləyirsən ki qadınam? Atı nə verdin ki? Atın nə günahı var idi ki? Belə olmur qadınam. Belə olmur. Sən belə çox getməyəsən qadınam. Görmüsən rəqib fillə vəziyyət. Sən artıq tamahlıq nə eləyirsən? Filini vur, rahat oyunu oynadana. Sağ lazımdır. Güvəndi bu istədi ki, eşsən, dedi, at gedəcəkdə qoy bir piyadada götürüm, eşsən. Dedi, gedəcəkdə qoy bir piyadada götürüm, o da alınmadı. Bu səhv gedişdir, qadınım. Nə varsan, ay sadiq, qadınım. Sən nə varsan, ay sadiq. Görmüsən mi çəngələ düşsən? Sən belə oyun olmur, sadiq qalın. Məşq elə, qadınım, məşq elə. Ay, vay, 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 vay. Belə olmur, belə olmur qaqaş. Belə oyun oynamazlar. Görmüsənmi topu oradan çəngələ salır? Vay, 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 vay. Bəli. Salaxov sırazı göndər. Bu səfər Salaxov çalış smaylikləri artır qadınam. Bax, məsələn, bu ateşfəşanlığı zadı elə bil artıq qoy da, bildin? Belə quru görünür, bildin nətər? Ateşfəşanlığı elə bil artır, belə çox quru görünür, elə bil. Mən olsam, məsəl üçün, qəbul eləmərəm. Belə fişəklər, ateşfəşanlıq, nə bilim, bu kimi, yəni qeyri-adi. Ay, sağ ol, bax, belə. Görürsən, Xədicə nətər eləyir, bax. Belə ürəklə də, ürəklə. Sən elə bil xalı xətrin qalmasını da eləyirsən də, yəni, təbrik eləyim, qutarsın. Belə olmur.
Bəli, belə ürəkləri çox göndərmək lazımdır. Oyda bu səhv gediş idi. Fillə çəngəl atdı bu. İmran Hüseynov. Cəfərov. Çox pis uduzdun Sadiq. Qaz kimi uduzdun, bəli. Bu soldakı piyadalar yaman gəlir ha. Soldakı piyadalar yaman gəlir dostum. Çox pis gəlir ha. Onlar nəsə eləyəcək. Aya səhv oynadı, topa verdi. Bu ne belə oynadı? Vay vay vay. Topu ne boşa qoydu? Filini boşa qoydu qardaş. Vay vay vay. Uduzdu ki. O piyadalar xatı eləyəcək. Vay gedir o piyada qardaş. Onun qavağını kəsmək olmur. Onun qavağını kəsmək olmur. Fil imkan vermir. Vay 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 vay. Oya fil vurdu onu ki. Vurdu onu fil. Vay 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 vay. Yaxşı deyil belə. Bəli. Vay 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 vay. Topta getdik. Bəli. İndi piyadanı vursa, piyada ilə vursa şah verib topu götürmək olar, amma vursa da, vurmasa heç. Vursa heç, vurmasa indi topu götürmək olur. Amma vurmaya da bilər də. Burada heç olmasa topun birini götürsə udma şansı, yəni bərabərlik eləmə şansı ola bilər. Yəni imkan vermədi. Piyada ilə şah verə bilər. Sonra yox, 2 dənə topla uyğunlaşdırmaq olmayacaq bunu. 2 dənə topla əmələ getmək olmaz. Bu səhv gediş eləyir. Piyadanı basıb qabağa, nə pis fil toplara bax gör, nə interesini durub. Toplar gör nə tər qəşəng durur. Yəni burada udma şansı eləmək olar. Çox maraqlı vəziyyətdir. Şahı gəlməlidir də indi qabağa. Bayağı bu səhv oynadı. Bəli. Bəli, artıq mat oldu. Topla altdan şah matdır da. Ayda bu da var imiş, bəli. Deyəncəm, şah o mat olur da burada, eləmi? Hə. Bu səhv gedişdir.
Şahı oynamalıydın. Nə var da bu? Uduzlu. Vay 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 vay. Səhv oynadı. Səhv oynadı. Yaxşı gəlmişdi, amma səhv oynadı. Bu cür topla mat eləyə bilirmi? Bəlkə eləyə bilmir. Qoca hərriyir, səhv oynadı. Nə qədər bu? Topla liniya qoymalıydı şahı. Səhv oynadı. Qaçdı. İmkan verməməlidir. Liniyada saxlamalıdır topu. Bu liniyada saxlamalıdır şahını. Reyting azdır, ona görə eləyə bilmir. Qoca fikir ver bir dəqiqə. Bax 40 gedişdən sonra heç olacaqdır. 40 gediş mat eləyə bilməsə heç olacaq dostlar. Vay nə var ya bu? Hüseyn nə varsan Hüseyn qadanım. Bu 2 dənə topla mat eləyə bilmirsən mi qadanım? Nə var ya bu? Vay 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 vay. Bu dəqiqə patsa da olacaq canım üçün. Şükür, şükür. Axır ki tapdı o gediş. Axır ki tapdı o gediş. Eləmi? Deyəm bayaq da başım buraxdı ta, ha? Deyəm bir dəfə istifadə elədi. Gördü ki, Qədir. Bilini eşitsənmi? Başım buraxıbdı ondan sonra. Nə oynayıb ki? Eliş. Hər nağarsan sən onu qadanam. Ay şey. Orada sən fillə topla liniya qoysan qadanam. Topla liniya qoysan şahı. Sən bundan başlayırsan sonra rəqibin şahını sıxışdırmağa. Sən nağarsan dala qaba. 15 gedişdə elə davam eləsəydi heç olacaqdı. 15 gedişdə elə olsaydı heç olacaqdı vəziyyət. Bəli, liniyanı. Hə. Bəli. Aha. Heç da burada vəziyyət. Burada heç vəziyyət. Burada vəziyyət heç. Vay burada çörək yoxdur, heç. Bu yalandan bunu uzatmayın, eliş. Bu oyun heç. Vay piyadan verdi, səhv oynadı. Vay.
Piyadan verdi. Все, ta bu heç-heçəlikdən çıxdı. Ta bu heç-heçəlikdən çıxdı dostum. Səhv elədin orada. O ne piyadanı verdin ki? Oo, vay bu vahşi qrubu səhv idi. Nə var da bu? Vay vay vay. O heç-heçə vəziyyətini verdi. Nə vardın ay? Eliş qadan. Baba nə vardın ay baba? O nə elə verdin qadan? O oyunu ne verdin? Utduğun oyunu PSS vəziyyəti idi. Bu ne oyunu verdin durduq yerdə? Ha? Durduq yerdə oyunu verdin getdi. PSS vəziyyəti idi. Orada figürlə saxlayırdın. Все qurtarmışdı. Vay vay vay. Ay 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 ay. Bəli. Tamamilə düzdür, tamamilə düzdür. Bəli. O görə Sadiq deyən qaşıdılar səni qadın. Kimi duzdun? Bəyəkləri. Heç nə. Heç təklif eləyib də Babayev qəbul eləyərdin də qadın. Heç təklif eləmişdi, qəbul. O heç idi. Pis tokatlayıb qadın. Pis tokatlayıb. Birinci yerdə Ford gedir. Görə indi Vüqar gəlib onu, Çinaron gəlib bu da biləcəkmi? Rüfət kişi də pis getmir, yaxşı gedir. 4-cü yerdə. Hələ ki 4 dənə adamın da 3-də 3 eləyibdir. 4-ü də 3-də 3 eləyib. Hələ 3 nəfərində tiebreak-i də eynidir. 5 xal. Akif siyahıdan çıxdı. Akif ilk 10-luqda deyil elə. Kimlə Elcanla düşmüşdü. Elcanı tutdu da eləmi? Qoyun başqa kimin oyununa baxaq. Qoy görə bu Edo'nun oyununa baxaq görək nə var İdrisinə. Edo gediş elə qadınam, gediş səndədir. Bir dənə gözünü yum, bir dənə gediş elə qoy görə. Edo burdadır, yoxsa yoxdur burada. Gözünü yum, bir dənə gediş elə, nəyinə görək. Kimimiz var ki bizim Moskvada. Eş. Bu yaxşı gedişdəydi. Salam qanam. Figürü nə verdin ay? Durduq yerdə. Figürü nə verdin ki? Vay vay vay. Niye? Atı ne verdi? O eləcə verirsən Edu. Qadana figürlər versən. Eləcə figür versən qadana. Allah xeyir eləsin. O görək nə ararsan. Oya risk alındı, tutanmadım nə oldu. Ay səni piyadanı da verdin. İndi birazdan topu da verəcək. Vay vay vay.
Nə yaxşı ağlıma gəldi orada yer açmaq. Mat olurdu. Sağ ol Ledo. Onu gördünsə də fisioqaqa saat çörək yox, şey var. Ölüm yoxdur. Uf. Amma bunu görmədin də qaqa. Ki fil də olayan liniyan bağlayır. Ay səni Edo, ay səni Edo. Yaxşı gəlmişdin, amma və lakin. Heç olmasa onu görmüşdüm. O fili də görərdin də nə qadına. Əsas odur ki, gördü, hə. Əsas odur ki, gördü. Yo, reytingi yuxarı idi. Bu normaldır. Yəni bu oyun normaldır. Edo, narahat olma. Yəni ona düzməyi normaldır. Sağ ol qadam. Cibin dolu olsun. Sağ ol, Elşad. Elşad görsəmli. Topu qaldıra bilər yuxarı burada, Cavad. Bunu niyə qaldırmır yuxarı? Ha? Reytingli adam onu görməlidir. İndi piyadanı basmaq olar da mərkəzdən qabağa. Yoxsa yox. Sağdan da getmək olar məsələn. Sağdan getsən. Neynir o? Vurdu, vurur. Topu götürürsən, olmur, yox. Yəni burada taktika var. Əgər topu Y1'ə qoysa. Vay. Kef eləyir orada. Taylanddadır da, nə? Gəlmir hələ. 2 aydı, 3 aydı paşdışda oradadır. 2-3 ayda oradadır ki. Vay, burada taktika var ya. İndi görün o gedişi görəcəkmi? Bir dənə boş gediş eləmək olar, eşsən. Qoy o topu gəlsin. Burada indi fillə piyadanı vurmaq olar. D4'ü vurmaq olar fillə. Fillə vurur, topla vuranda mat olur. O gedişi görəcəkmi Cavad? Gördü bax. Taktika deyil. Bax indi fillə vurur. Lap topla vursun, lap fillə vursun. Fərqi yoxdur. Fillə vursa fili vurursan, topla vursa mat, fiqur itirir. Burada oynaya biləcəyin ən yaxşı gediş piyadanı qabağa verməkdir. Yəni başqa cür uduzdurur oyun. Vay. Uduzluq da eləmi orada? Heç nə. Vay, ne var da bu? Deməli burada fili vurdu, piyada ilə vurdu, topla vurdu. Topları dəyişdi. O da top altda piyadanı götürdü. İndi bu birisi piyadanı götürməlidir. Bu birisini götürməlidir bax. Soldakını C4'ü götürməlidir. Əslində o C4 piyadasını götürməlidir bu dəqiqə. İndi görək düzgün gediş şansını oynayacaq. Cavad. Şöyle bu birisini də götür, sonra o birisi piyadanı da götür. Məsəl üçün. Amma o birisi piyadanı götürüb top F4'ə mat olur. İndi bax burada top F4'ə mat olur rəqib.
Top F4'də gedişi məcburi gedişi bunun piyadanın qabağa vermək. Bax top F4'də matdır. Matı görə çıxa biləcəkmi oradan matdan? Top F4 eləməlidir bu dəqiqə. Piyadanı götürmək elə də yaxşı deyil. Top F4'də top Y1 matdır. Görək o gedişi görürmü? Görsən görmədi o gedişi. Yox, o deyil. O deyil, o deyil. Yox, F4-dir, top F4. Bura gəlib, bura gəlməli idi, bildin nətər ki, buradan mat eləsin, başa düşdün? O götürdü, piyadanı götürdü. Bu birisi top, top buradaydı, deyirdim qoysun bura, buradan mat idi. O da görmədi o gediş. Yenə də top F4 oynamaq olar. Yenə də top F4 matdır. Nə var ya? Piyadanı yoxlama olardı da, bildim açacaqdı. Bəlkə açmayacaqdı. Nə bilsən açacaqdı. Bəlkə heç açmayacaqdı. Bəlkə heç o gedişi görmürdü rəqib. Piyadanı açacaqdı lap yaxşıdır. Özünə ziyan eləyəcəkdi. Piyadasını məcbur eləyəcəkdin də onu. Rəqib açsın. Bəlkə görməyəcəkdi. Sən orada təhdid eləməlisən rəqibi. Bəlkə eləyəcəkdi, söhbəti yoxdur. Sən şahmatda rəqibi təhdid eləməlisən. Mat təhdid eləməlisən. Və necə mat eləyə bilirsən? Elə bunu eləmək ki, bunu eləyəcək, bunu eləmək ki, bunu eləyəcək. Onda şahmat oynamış sayılmısan. Sən ən azından rəqibi təhdid eləməlisən. Bax, indi burada top F1 oynanılmalıdır. Top F1 oynanılmalıdır. Top F1-dən sonra piyada J4 oynamalıdır. Sonradan artıq mat. Nə var ya? Hücum müdafiə yığdı top. Vüqar kimdir? İndi piyadan topla şah verir. Topla şah. Ay sağ. İndi piyada ilə şah versə, deyim. Topla buradan şah vermək olar, bax buradan. Gəlib bura. Deyən də liniyanı bağlamaq lazımdır. Əvvəlcə liniyanı yox, nə var deyəm. Çox ehtiyat eləyə oynayır ya. 2300 reytinqə oxşamır bunun reytinqi. Çox ehtiyatla oynayır ya Cavad. Ay Cavad burdadır. Ay Cavad bu reytinqlə nə belə ehtiyat yəni eləyə oynayırsan qadın? Sən bu reytinqlə ehtiyat eləməməlisən axı. Topu yuxarıdan necə cütləməlidir, o görə. Oy, çox riskli gedişdir bu.
Bu nə var? Bu da səhv oynayır. Vay nə qədər lazımsız gedişlər eləyirlər hə bunlar. Vay vay. Heç oldu ya belə baxıram. Belə baxıram heç olacaq. Buna bax ya. Utduğu onu verdi ya. Vay 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 vay. Çox maraqlı vəziyyət. Bu 2300 reytinqə nətər yığıb qadan. Allah'ın buduna yığıb bunu. Bu nə oynaydı oynadı. Çox qorxa, çox çəkinə oynayırdı. Bu nə oynaydı acaba? Bu nə oynaydı qadan. Nə varsınız siz nətər? Sən bu reytinqləri nətər yığırsınız? Mən də onu yığmaq istəyirəm. Prosto yığa bilmirəm. Bu 2400 nətər, 2300 hansı bu oyunla yığırsınız? Belə oyunla siz oya moto bax. Belə oyunla siz nətər 2400 yığırsınız qadanam? Mənə çox maraqlıdır. Yolunu denən biz də yığaq da onu. Biz yazıq hücumla oynaya gəlib 1900 zadda bir tər dirənmişik qalmışıq. Blitzdə. Sən nətər oynayırsan? Bu oyundan nətər gəlib 2300 olubsan? Bu nə oyunu oynadın sən? Mən dedim yəqin indi dağıdacaq 2400'dür dağıdacaq buralara. Nə dağıtmaq? Geriyə oynayır, skorsta sən bu dəqiqə 2300-sənsə də basmalıydın. Bəyək ki, Kənan sağ ol. Bəyək ki, mən gedişlərimi insan gözü ilə geridən gedişləriydi. F4 bəyək topu oynamalıydın. Udduğun oyunu verdin sən. Sən onun analizinə baxsan, ən azından orada 2+2 sayı üstünlük verirdi. 2 piyadada üstünlüyün var idi. Gəldin, axırda elədin ki, piyadan bərabərə qaldı. Hə, nə gücdə oynadı qadanam, nə gücdə oynadı. Gücdə nə desən 1700 lirə 2300-sən, sən nə gücdə oynadığından danışsan. Sən bu dəqiqə ona göz açıb şıq verdirməməliydin, sən. 2300 reytingi var, zarafat reyting deyil o. Mənlə oynasaydın bu dəqiqə Krasçimski olaydı, Magnus Carlsen olaydı ki, o görə Yeltsin uda bilirmi? Gücünüz elə maat çatır, turnirdə hamınız Zadirni skoruz. Gücünüz maat çatır, maat gələndə hamınız Magnus Carlsen olursunuz. Ma gələndə bütün şahmat proqramlarını açacaqlar ki, təki Elçin udaq. Da Komodo demir, Stockfish demir, nə bilim, Alfa Zero demir, hər şey qoşacaqlar. Ki, bizcə Elçinə bir dənə hansısa bir gedişi səhv eləyərik, uduzarıq. O fil bəyəkləri gedişi də bəlkə də özü görmürdü. Mən dedim deyin elədi. Onu fillə bəyək piyadanı vurmaq var idi. O gedişi bəlkə də görmürdü. Mən dedim deyin gördü onu. Yəni mən sənin oyununa baxdım, inanmıram o gedişi sən özün fikirləşib tapdın. İnanıram ki, mən dedim deyin gördün onu. Biraz məşq elə qadanım, biraz tapbazılar zad elə. Amma o reytingi nətər yığırsan 11 maddə deyərsən. Mən də o forma ilə gedim yığım, o sposobla gedim yığım. Nəysə, davam elə, eybi yox.
Olur bir də görsən, məndə də olur. Ola bilsin ki, həyəcan aparıb səni, nə bilim, eyfariyaya qapılıbsan. Eyfariya yəni oyun həyəcanı da. Tural usta, sən gəldin eləmi? Rəqib oynamasa, sağ xal verir Tərlan. Salam Ruslan, salam. Kənan nətərsən Kənan? Sən nə yaxşı qoşulmusan ay Kənan yarışlara. Sən qadınım, sən. Kənandır, Kamrandır. Mən bilən sənin adın Kənan olmalıdır. Mən Kənan bilirəm, indi bilmirəm. Hə, lap yaxşı. Turnir elədir də qədənim. Turnir, ümumiyyətlə turnirlər çox maraqlı olur. Bax, güclü rəqib udursan, zəif rəqib gələndə udursan. Çox maraqlı bir şeydir. Bir də görsən elə bir qeyri-adi şeylər olur. Güclü rəqib düşür udursan, zəif rəqib düşür udursan. Çox maraqlı vəziyyətlər olur turnir. Hə, nömrənin axır seriyasıdır. Hə. K-nı 100. Hə, adın nədir sənin? Adın Kamrandır, yoxsa Kənandır? Mən Kamran, ya Kənandır, ya Kamran. İkisindən biri belə yadımda qalıb. Rəşad, hə, Rəşad heç adiyyatı olmayan adıymış. Mən elə biləm adın Kənandır sən. Heç adiyyatı olmayan ad, söz deyirmişəm. Mən də sən gələndə sən də gələndə canlı yayınma, Kənan xoş gəldin, salam mələkü yazıram, deyirəm, elə biləm sağ deyirəm, sən də adın Kənan döymüş. Hə, yadıma düşdü. Yox, mən bunu demirəm.
Hə. Qulaq görmə, fillə şah, topla şah. Bax. Yəni bax burada fillə vəzirlə şah yox, fillə şah lazım idi. Nəysə səhv elədim. Hə, indi bu da yaxşıdır. İndi qulaq as. Yaxşı, görmədi o gedişi. İndi burada fil qaldı orada da, düzdürmü? Gərək topu oradan çıxmazdı, Rüfət kişi. Gərək topu çıxmazdı Rüfət kişi oradan. Çünki o
topu hərəkət eləyə bilmirdi. Bunu səhv elədin. Gərək oynamazdın o. Piyada getdi ki, Vüqar verdi ki piyadanı. Vay da, o birisini də verdi. O birisini də verdi. Fili çəkib, belə çəkmək lazımdır. Belə çəkməli idi ki, bunu da götürəsən. Səhv oynadı. Bunu da səhv oynadı. Sən blok atım. Niyə? Bəli. Baxım bir dənə burada, bu Dadaşın oyunlarına baxım bir dənə görüm. Dadaş yenə istifadə eləmir. Oya, bu Dadaş nə var ay qardaş? Bu Qazi Satrans, bu Dadaş yaman oynayır ha. Yaman oynayırım, tuta bilmirəm amma tutsam yaxşı olacaq, amma tutacağım onu. Yaman oynayır ha, bu özü oynamır deyən. Ha? Oy, deyən nə var ya bu? Forda uduzufdu bu. İdris. Dadaş. Edo. Yüreğine buradan ne var? Səhv eləmir, çox maraqlı deyil. Səhv eləmir dostlar. Çox maraqlı ki, səhv eləmir, bildin nədir? Çox maraqlıdır ki, səhv eləmir. Çox maraqlıdır. İndi Ayxanla nə işləyir? İndi Ayxan. Baxarıq. Çox maraqlıdır ki, səhv eləmir. Udduğu oyunlarda səhvi, aşıqası yoxdur. İndi heç olmasa bir qeyri-müəyyənlik ola bilər də, hansısa bir gedişdə. Bundan sonra bir dənə bunun oyununa baxaq da. Tutacağım amma, tutacağım. Bilirəm, istifadə edir o. Amma tutmaq lazımdır, tutacağım. Ya öz oynuyor, ya başqası oynuyor, ya da nəsə kiməsə, ya da köməkdən istifadə edir, ya da verir, başqası oynayır. Yəni bu mümkün deyil. Tələsmə. İndi bundan uda bilər də. İstəyirəm bu güclü rəqiblə düşsün baxım oyuna. İndi 1500 udacaq da. O Orxan nə var ya? Orxan 1500-dən qan eləyir ki. Orxan kimdir? Orxan Mas. Nə var ya? Bu gəlib 4-cü yerə nətə çıxıb ya bu? İlgi çəkici. Oya, bu səndədir, Sadiq. Köşək. Sadiq, bu nə faizdir qədəm? 54% dəqiqlik nədir qədəm? Sən nə arifsən? 54% dəqiqlik olar ya. Sən oynamayıbsan ki bu oyunu. Gözünü yumub oynasaydın 10%-dən çox çıxacaqdı. Gözünü yumub oynasaydın Sadiq çox çıxacaqdı.
Fil getdi ki. Fil getdi axı. Yoxsa yox? Fil düşmür ki burada. Bu topla vəzirə hücum olundu, düzdürmü? Vəzir gəldi Y5-ə. Piyada ilə hücum olundu. Vəzir keçdi belə. Yox, orada fili götürsəydi atla çəngəl də eləmək olur. Bax indi topla hücum eləsə atla çəngəl eləyib vəziri götürmək olur. Bax topla vəzirə hücum olunur. Fillə götürür atla şah vəzir gedir. Bax topla vəzirə hücum. Bəli. Vəzir gedir. Bax topla vəzirə hücum. Deyən gör nə edir? Fili ortadan götürdün, çəngələ düşür bu. Vəzir F4 oynamalıdır. Topla bir də hücum olunacaq. Amma indi də F5, vəzir F5, top F5, top F5-ə, top F5-ə səhv oynadı. Top F5 oynamalıydı. Top F5-ə fil gedirdi. Top F5 oynamalıydı. Yoxsa yox, səhv oynadı. Top F5 daha qəşəng gediş idi. İndi belə də indi vəzirə yenə hücum olunacaq da. Atla götürür. Və vəzir bir dənə yeri var da vəzir. Normal yeri bir dənədir. J3. J3 gedişi ən yaxşı gedişdir vəzir üçün. Yəni başqa nə oynaya bilər ki bu? Başqa nə oynamaq istəyir ki bu? Ha? İndi yenə vəzirə hücum olunur. Sonra vəzirlə də şah var. Ağların oyunu bitdi, qutardı oyun. Ağın oyunu qutardı. Vəsə. Düşdü vəzir. Vəzirə gülə. Vəzir gülə-gülə. Vəzir gülə-gülə, bəli. Vəzir B5-də də vəzir götürürdü axı. Vəzir B5.
Bəli. Qurtardı oyun. Bir dənə səhvə getdi oyun dostum. Bir dənə səhvə oyun getdi. Bir dənə aşıbqaya, bir dənə səhv gedişi oyun getdi. Görürsünüz mü? Bir dənə səhv gedişə oyun qurtardı. Bir dənə taktiki gediş idi də orada ki, o bir dənə o gediş eləsə udurdu. Onu da elədi. Bir dənə taktiki gediş idi ki, o Trabzon ağarı. O gedişi də düz oynadı. Orxan qoşa bilmirəm. Yayın şeydi. YouTube'da paylaşacağım, ona görə qoşa bilmirəm. Başqa səs düşməsin deyə. Sabah inşallah qoşaram sabahlar, birinci gün. Sabahlar deyərsən qoşaram qadaram. Bunu paylaşacağım deyən qoşa bilmirəm. Salam bek salam. Yəni ya bu da yəni burada da səhv olunur və dəyin görə ya. Bu da səhv oynayır burada. Piyadanı vurdu, piyada ilə vurdu, bastı qabağa şah verdi. Topa hücum elədi. Burada da səhv olub bax. Bu da səhv gedişdi bax. Burada da Tural usta istifadə edə bilər ondan. Piyadanı vurdu. Piyadanı vurdu. Piyada ilə vuran kimi bu birisi bastı qabağa şah verdi, topu götürdü. Vurmasa basır qabağa, oranı saxlayır. Və sonra vəzir A8 matdır. Vəzir A8-ə artıq mat olur A1-dən. Vay vay vay. Bax indi piyadanı vurmalıdır. Piyadanı vurmalıdır. Nə var ya bu? Vur da nə bunu? Bu sənin dənə neyini elə? Vur da bunu. Nə ara bilir ki? Vur bunu, bu göt da burada. Nə var deyə bu? Bu da səhv oynadı ki. Topla şah verir. Nə var da bu? Vay 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 vay. Mat oldu ki bu. Vay 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 vay. Bunu vur da. Toplan şah. Toplan şah yox, toplan şah yox. Bas bunu geçsin də. Vay 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 vay. Vay nə interesli oyunlar izləyirik bu günləri. Baxdım Cavad, baxdım. Sadə gedişlərdir qədənəm. Dəqiq oynamayıb, sadə gedişlər oynayın. Prosta sən alındıra bilmirsən oyuna. Baxdım o gedişlərə, yəni o gedişləri mən də, yəni sadə bir şeydir. Gedişdə heç analiz eləməyibsən, deyirsən dəqiq oynayıb. Nətər biləsən? Analiz oyna eləməyibsən oyunu, deyirsən dəqiq oynayıb. Nə bilirsən dəqiq oynanır? Bəlkə 50%, 60% dəqiqlik olub orada. Yəni orada bayaq ki sənlə o adamın oyununda dəqiqlikdən əsar əlamət yox idi. Yəni xətalarla ala. Baxdım. Bir blunder elifdi, səndə də bir blunder olubdu. Blunderindən də istifadə eləməyibsən. Belə bir vəziyyət idi də blunder. Çünki gəlirdi bura. Buradan şah verirdi. Məsəl üçün gəlirdi bura. Top H1 gəlirdi, piyadanı götürürdü. Gəlirdi bura belə bir gedişdə. Yox, burada bu uduş idi bu sağ. Bu oyun sağ uduş idi. Gördü, götürdün oyunu verdin rəqibə. Bu oyun sağ uduş idi. Nə oldu ay Salahov? Səsin gəlmir qadanam. Ay yaman uduzdur. Ay Salahov qadanam. Bu nə məsələdir qadanam? Salahov nə məsələdir? Yaman uduzdur qadanam. Mesajın sil mesajlar qadanam. Yazdıqlarını sil. F4 mat idi qadanam. Top F4 mat idi. Gəl matı görsədim. Görməsəydi əgər. Görməsəydi top F4 orada mat idi. Sən orada tələsdin, piyadanı vurdun. Arada gəl bu tərəfə çevirim. Bax belə bir situasiya var idi bayaqları. Bax bunu vurdun. Burada topu qoymalıydın bura.
Ola bilər ki, qoyma, gəlməsin. Bu bir dənə yeganə gedişi bunun qabağa verməkdir. Ola bilir ki, şah versin. Şah verəndə qabağa gəlirdin. Tutaq ki, belə oynasaydı buradan mat idi. Yəni rəqibin bir dənə yeganə gedişi piyadanı qabağa verməkdir. Onu bilsin ki, onu da verməyə də bilərdi də. Düzdürmü? Verməyə bilərdi də rəqib onu. Top F4 bunu deyirdim ki, burada sən götürdün bunu vurdun. Amma halbuki oynamalıydın. Bax, Stockfish də deyir. Top F4. Məsəl üçün. Nə bilim, mən onu oynayardım. Sən bilmirəm, belə oynadınız. Mən bunu belə oynayardım. Mən onu oynayardım. Top F4 oynayardım. Sonra o pisi topu, piyadanı vurardım. Əvvəlcə yoxlayardım rəqibi. Ki, görüm rəqib nə oynayır. Top F4 oynayardım. O piyadanı götürməmişdən qabaq. Əgər rəqib, məsəl üçün, piyadanı qabağa verərdisə də, J piyadasını, onda vurmaq olardı. Amma sən tələsdin, onu tez-tələsik vurdun. Bu da axırıncı turdur. Fort birinci yerdədir. İndi Dadaşla yəqin ki, Fort düşəcək. Dadaşla Fort oynayıbdır. Yox, oynamayıb. İndi yəqin ki, bir-birlərindən düşəcəklər. O oynayıb. Kim udub bunu? Ford udub. Vəla. Оризаба как дела? Оризаба. Как настроение? Как погода в Грузии? Ре. Sağ ol qadın. Nizat, salam Nizat. Deməli. Gəlin bu çempionluq oyununa baxaq da. Cəvət sənlə oynayır. Sağ ol Nizat, yaxşılıqdır. Gələk indi bunun axırı nə olacaq? İndi Fortla Cavadın oyununa baxaq görək. Burada Cavad nə edəcək? Bəli, Karokan oynanıldı. Qoy görək. Ben bu günler saat alınacak mı? At yerine vəziri verdin. Xeyirli olsun, xeyirli olsun. Yaxşı deyir, at yerinə vəziri verdim. Xeyirli olsun. Nə demək olar? Vay, yaman gedirsən soldan. Nə məsələdir elə? Soldan yaman gedirsən. Belə çox açıq verdin elə bil soldan. Aydındır, başa düşdüm. Ləğv eləmə, birdən nətər yoxdur, gəlməyib Orxan, rəqibin. Gəlməyib, yoxsa nətər? Oyunu ləğv eləmə, onda məğlubiyyət verir. Gözləməlisən, vaxt qutarsın. Yox, gözləməlisən, vaxt qutarsın. Ləğv eləsən, məğlubiyyət verəcək. Əgər rəqib veribsə də, vaxtı gedirsə də, gözləməlisən, vaxtı qutarsın. Yoxsa sən resign eləsən, sana məğlubiyyət verir.
Bəli. O gedişi oynamaq lazımdır. Hardan top da o gediş. Çok gediş oynamaq lazım. Saf gedişiydi bu. Geri oynasaydı ne olur ki? Ha? E 2300'e baxmaq, bayaqlar 1700 reytinqi heç oldu. Vay ne oldu? Bir attım belə getdim, vəzirlər dəyişdi. Nə vardılar abla? Bir dənə gözümü yuman kimi vəzirlər dəyişdi ki, nə vardınız siz? Bu nə surətdə ki, 2 dəqiqənin içində vəzirlər tez-tələsik dəyişdiniz, nə varsınız siz? Piyadanı verdi ki, yaxşı deyir, kiminizlə başla. İndi 1600'dür. Bu piyadanı ne verdi ki qaralar? Piyadanı götürə bilmir, Allah. Ne olur ki götürəndə? D4'də 2 qat hücum elli olunacaq, aydındır. Onsuz da Serona yenə hücum eləyir də at C6 ilə. Onsuz da yenə hücum olunur da at C6 ilə. Yəni orada nə var ki? Onsuz da saxlayanmır da. Vurma olar da onu. Vurur sonra qayıdır C7'yə. Məsələn B5'i də götürür. İndi götürənmir amma. Çünki at qoruyur. Ən apaslı sonluqdur bu, at sonluğu. Ən apaslı sonluqdur. Yəni səhv konkret bir dənə səhv elədin, at tavcı hoqqa verir. Ya bu nə vardı? Ay piyadan nə verdi ha bu? Atı nə verdi ha? Udur ki orada. Ha? Bu nə belə oynadı ha? Bu ay nə vardı? Ay bu neynirlər ha bunlar? Bu yani hesabladı ki o düz gedişdi. Ha?
Yani bunu hesapladı çok düzdür. Ha? Yaxşı tutaq ki at C4-də nə varacaq ağalar? Heç nə. At C4-də nə edir? Səhv oynadı axı bu. Ağalar səhv oynadı axı. Heç nə yoxdur axı. Nə bilim yəni qeyri-adi bir şeydi. O atı niyə verdi başım çıxmadı. Neyse qutardı o. Ağların oyunu qutardı. Uşağa gəlsə də xeyri yoxdur. Atı piyada saxlayır. Neyniyəsidir? Heç nə. Çox səhv elədi o. O piyadalara gərək verməzdi. Gərək onu verməzdi. Verdi, səhv elədi. Aha, şah verib təzən qaytara bilər bax. Şah verib, amma atı gələcək də, eləmi? Atdan şah verib qaytara bilər, görə. Haydi, bu eləmədi. Belə işlər. Serona yenə də. Oho. Oya bu səhv oynadı. İndi də qaralar səhv oynadı. Dəyin görək. Piyadan bassa qabağını alır. Oya səhv oynadı. İndi bu səhv oynadı ki. Ya bunu var. Piyadan niyə basmadı ki qabağa? Bu piyadan niyə qabağa getmədi ki? Nə vardı ki bu? Bunlar nə varlar ki? Piyadan qabağa da şahı oynamalı idi bu. Nə var ya? Eşya qutardı oyun. Bu faktik olaraq burada şahlı işini gedişiydi bu. Bunu qabağa verməli idi. Burada nə var idi ki? Bunu verməli idi qabağa. Buradan şah versəydi gələcəkdi bura. Bu nə vardı? Bu nə belə oynadı ki? Şahı oynadı. Lazımsız gediş. Heç nəyə lazım olmayan gediş elədi. Yəni çox lazımsız gediş idi. Ki onu elədi. Sağ ol Alex, sən nə tərsən qadınım, yaxşısan. C4 at C4 yaxşısan, orada piyadanın qabağa verməli idi. Orada səhv oynadı. Piyadanın qabağa, sən o şahı oynamayıb piyadanın qabağa versəydi, A6 idi, A4 idi, nəsə. Onu oynasaydı udmuşdu. Ağlar. Şah orada lişni gediş idi, şah oynadı. Başım çıxmadı o şah niyə oynadı. Bu nədir? Toplara bax. Sən bu nə top da ya. Bu Dadaşın toplarına bax. Dadaşın topları ilə bir piyadadır. Top deyil elə bir piyadadır. Növbəti bağlı oyun. Vay. Qaraların üstünlüyü var ha. Qaralarda üstünlük var. Bəli. Bizdən o piyadanı götürsə üstünlüyü ələ keçirdir bu. Bizdən o üstünlüyü piyadanı götürsə üstündür. Vay, piyadanın qabağa nə eləmədi ki? Vay. Mata bax ya. Vay. Vay. Yaman oynadı.
Yaman oynadı qızım. Yaman tutdu. Qoca burada nədir vəziyyət? Burada da çox çuvankdır, duzdur. Qaralar o duzdur ki burada. Bəli. Qaralar o duzdur burada artıq. Vəziyyət pisdir. Gecən xeyrə qalsın, babayım. Şah Y5, D5. Şah D5 yerinə alır. Görə pat olmasa yaxşıdır. Amma pat iyisi gəlir. Qoy görək Allahın xeyri lazım. Pat iyisi gəlir amma buradan. Düz oynadı. Düz oynadı yox. Düz oynadı. Bu bizim versəydi pat idi. Bəli, turnirin sonuncu oyunu. Bu cürə hələ bir vəzirlə mat eləyə bilirmi? Tələsmə bu cürə. Ramil bugün yaxşı oynadı. Deməli, Cavadla bir dənə heç eləyən Ramil oldu. Bəli, saldım ikinci liniyaya. Bilir. Ağlar bilir necə mat eləmək lazımdır dostlar. Bilir. Bilir necə mat eləmək lazımdır, yox. Liniya ilə. Gözəl. Deməli, Ford Dadaş ikinci, Cavad da üçüncü. Təbrik edirəm sizi qaqaşqo. Bir dənə Ford'a mən təbrik mesajı yazım. Dadaşa da yazaq. Hə. Cavad da buradadır da. Cavad, səni də təbrik edirəm. Qoşulduğunuz üçün də sağ olun, hamınıza minnətdaram. Maraqlı oyunlar oldu. Maraqlı oyunlar oldu. Ford həmişəki kimi də, yəni öz gücünü göstərdi. Salaxov bu günləri, Salaxov. Arzum deyəsən, puç olmadı qaqa. Sən də utdun, 5-ci oldun Orxan. Sən də təbrik edirəm Orxan. Sən də təbrik edirəm. Sən də yaxşı oynadın. Sabah birinci gündə eləməm? Yaxşı. Onda şeyləsin, vəzir qambitimizi sabaha saxlayaq dostlar. Ya da sabahları başqa bir şey eləyərik. Bu günlük bu qədər. Birazdan onsuz da işim var mənim. Öpürəm hamınızı. Özünüzə fikir verin. Sağ olun. Hamınızı sağ olun. Qoşulduğunuz üçün, iştirak üçün. Minnətdaram hamınıza. Başımızı yaxşı qatdıq bu axşamda. Sağ olun. Sağ olun. Gedək 2-də girərik. 1-də dərsim başlayır. 2-də qutaracaq yəqin ki. Girərik. Qədir. Yaxşı. Gecəniz xeyrə qalsın. Öpürəm sizi. Sağ olun. Çox sağ olun. Gecəniz xeyrə. Sağ olun.